hər kəsə, hər vaxtınız xeyir olsun. Mən sizin riyaziyyat və informatika müəlliminiz Aynura Fətəliyeva. Bugün mən sizə həm abituriyentlər üçün, həm magistrlar üçün, həm də digər sahələrdə informatikadan bir sual izahını verəcəm. Bu sualımız say sistemləri ilə bağlıdır. Gəlin mən sizə bu sualın izahını verim. Deyir ki, onluq say sistemində verilmiş 2/110 ədədi 16-lıq say sistemində təsvir olunarsa, verilmiş ədəd hansı rəqəmlə başlayar? Gəlin biz bunun izahına baxaq. Deməli, baxaq. Ümumiyyətlə, mən sizə indi bu sualın izahını sırf 16-lıq say sistemi üçün verəcəm. Amma bilin ki, bu qayda, bu indi izah edəcəyim qayda bütün say sistemləri üçün keçərlidir. Baxın, biz bilirik ki, təbii ki, bunu bilməyənlər ola bilər. Mənim elə Instagram kanalımda, YouTube kanalımda bu videonun geniş izahı var bu hissənin. Kim əgər bilmirsə, bunu daha yaxşı ətraflı izləsin. Deməli, biz bilirik ki, onluq say sistemində verilən hər hansı bir ədədi 16-lıq say sisteminə çevirmək üçün həmin ədədi n vurulsun 16 üstü şəklinə gətirmək lazımdır. Əgər onluq say sistemindəki ədədi n vurulsun 16 üstü şəklində yazarıqsa, bu zaman həmin ədədi 16-lıq say sisteminə çevirəndə o bizə verir n, yanında da qüvvət qədər, yəni x qədər sıfırı. Nə demək istəyirəm? Tutaq ki, onluq say sistemində belə bir ədəd verilib. 5 vurulsun 16 üstü 3. Biz bunu 16-lığa çevirmək üçün 5 saat bölməyə ehtiyac yoxdur bizim bunu 16-lığa çevirməyimiz üçün. Qayda nədir? Bizim ilk rəqəmimiz 5 olur. Bu ədədi 16-lıq say sisteminə çevirəndə bizə verir 5, yanında qüvvət qədər sıfırı, yəni 3 dənə sıfırı. İlk rəqəmimiz 5 olur, sıfırlarımızın sayı isə 16-nın qüvvətindəki ədəd olur. Yəni 5 vurulsun 16 üstü 3 onluq ədədini 16-lığa çevirəndə bizə verir 5, yanında da qüvvət qədər sıfırı. Bu, onluq say sistemindən 16-lığa çevirməyin çox sadə bir yoludur. Dediyim kimi, bu bütün say sistemləri üçün keçərlidir. Amma biz bunu bugün 16-lıq say sistemi üçün nümayiş elətdirdik, yəni şərh elədik daha doğrusu. Və bu tip bir sual 2024-cü ildə magistra qəbula düşüb. Abituriyentlər üçün isə hər zaman aktual bir sual tipidir. İndi maraqlısı budur ki, biz onluqdakı ədədi necə n vurulsun 16 üstü şəklinə gətirəcəyik? Gəlin buna baxaq. Onu da qeyd edeyim ki, buradakı n hər zaman 16-lıq say sisteminin simvolu, rəqəmi olmalıdır. Baxın, ədədimiz 2/110'dur. Mən bu ədədi n vurulsun 16 üstü x kimi yazmalıyam. Yəni, bu əsası, bu 2-ni 16-ya çevirməliyəm. Yəni, əsası 16-ya gətirməliyəm. Hər birimiz bilirik ki, 16 2/4'dür. Yəni, 2-ni 4 dəfə özünə vuranda 16 edir. Yəni, mən bu 2-ni 16 edə bilməyim üçün mən bu 110'u necə yazmalıyam? 2/4 üstündə nəsə yazmalıyam qüvvətin xassəsinə görə. Və mən də bilirəm ki, 110 4-ə bölünmür. Ona görə bu tiplərdə nə edirik? Deməli, 16 2/4'dür deyə hər zaman 2-ni 16 əsasa gətirmək üçün 2-nin qüvvətini 4-ə bölürük. 110'u bölürük 4'ə. Düşür 27 dəfə, qalıq isə qalır nə? 2. 27 dəfə 4 eləyir 108, qalığımızda 2 qalır. Baxın, həmin qalığı kənara çıxardırıq 2-nin qüvvətindən. Və biz bilirik ki, 27 dəfədə 4 neçə eləyir? 108, düzdürmü? Mən elə bir ki, siz necə 2/110'u yazmaq istəyirəm. 2/2 vur 2/108 şəklində. Çünki mənim 2 artığımdır, qalıqdır, onu çıxartdım kənara. Və 2/108'i də mən nə edəcəm? Bunu 16 əsasa gətirə bilməm üçün 108'i 4'ə bölürəm. 108'i 4'ə böləndə də mən bunu yaza bilərəm 2/4 üstündə 27. Yəni 2/2 vurulsun 16 üstü 27. Bax, bu şəkilə gətirdim. Qısa olaraq deyim neynədim? Ola bilər ki, sizin peyniniz qarışdı. Gəl silin, bir də qısa olaraq neynədiyimi deyim sizə. Ya siz bu 2/110'u parçalamalısınız. Yəni orada 4'ə bölünməlidir deyə 110, yəni qüvvət. Orada qalıq hissəni götürməlisiniz. Ya da bunun çox sadə bir qaydası var. Qayda nədir? Qüvvəti bölürsünüz 4'ə. Çünki 16 2/4'dür. Bizə düşür 27 düşür tamam qismət. Qalıq isə qalır nə? 2.
Hər zaman qalığa atırsınız 2-nin qüvvətinə, o sizin ilk rəqəminiz olur. Nataman qisməti isə atırsınız 16-nın qüvvətinə. Bunun detallarını izahında əvvəlcə verdim ki, niyə görə belə olur? Yəni, çox uzatmağa ehtiyac yoxdur. Qüvvəti bölürsünüz 4-ə, nataman qisməti 16-nın qüvvətinə yazırsınız, qalığı isə 2-nin qüvvətinə. Bu da olur 4 vurulsun 16 üstü 27. Və bu ədədi 16-lıq sayı sisteminə çevirəndə bizə verir 4, yanında da 27 dənə 0. Bizdən bu ədədin ilk rəqəmini soruşur. Deyir ki, verilmiş ədəd hansı rəqəmlə başlayar? Bizim ilk rəqəmimiz 4-dür. Yəni, sualın doğru cavabı Y variantı olmuş olacaq. Belə, ümid edirəm ki, sual sizin üçün aydındır. Əgər hər hansı bir qaranlıq nüans nöqtə varsa, mütləq ki, kommentlərdə qeyd edərsiniz. Növbəti videolarda görüşmək ümidi ilə.